İlk öncə mən sizin də bayramınızı təbrik edirəm və sizə belə bir sualla müraciət etmək istərdim. Elşad müəllim, əxlaq və mənəviyyat deyərkən ilk öncə insanların fikrinə adətən fərdi dəyərlər gəlir. Yəni, əxlaq və mənəviyyatı bir növ fərdiliklə bağlayırlar. Lakin bunun bir ictimai tərəfi də var, bir sosial tərəfi də var. Və bugün verilişimizdə mən istərdim ki, mənəviyyatın və əxlaqın sosial-ictimai yönü haqqında daha çox söhbət edək. Baxın, cəmiyyətin sağlam ruhda tərbiyə olunmasında, sağlam ruhda yaşamasında, ümumiyyətlə sağlam bir cəmiyyətin formalaşmasında milli, mənəvi və dini əxlaqi dəyərlərin nə cür müsbət rolu ola bilər? Bu mövzunu xahiş edirəm açıqlayaq. Ümumiyyətlə, əxlaq deyiləndə biz bu sözün kökünə baxdığımız zaman görürük ki, burada xulq, yəni yaradılış mənası var. Yəni, insan yaradılışdan etibarən əxlaqlıdır. Sadəcə olaraq müəyyən dövrlər keçdikdən sonra psixoloqlarına qeyd elədiyi kimi, insan 3 mühitdə formalaşır. Bir ailədə, bir ətraf mühitdə və yaxud da genetik olaraq gələn deyək ki, onlarda bəzi xüsusiyyətlər mövcud olur. Əgər bu günlərin biz dövlətin təməli olan ailədə həmin o güclü fərdi yetişdirə bilsək, gözəl əxlaq verə bilsək, onda güclü millətlər formalaşacaq. Güclü millətlər olanda dövlətimiz güclənəcək. Dövlətimiz isə güclü olanda artıq öz nüfuzu beynəlxalq arenada gözəl sözü olacaq. Yəni ona görə burada hər bir məsələ fərdin ailə üzərində, ailənin cəmiyyət üzərindəki təsirindən söhbət gedə bilər. Ona görə də Peyğəmbərimizin biz həyatına baxdığımız zaman görürük ki, Peyğəmbərimiz özü Peyğəmbərlik verilməmişdən əvvəl belə Muhammedul Əmin adlandırırdılar. Yəni güvənilən, etibarlı Muhammed. Bunu adlandıran elə bir cəmiyyət idi ki, həmin cəmiyyətdə deyək ki, bizim hal-hazırda belə əxlaqsızlıq olaraq qələmə verdiyimiz məsələlər onlarda yüksək dəyərlər olaraq qəbul edilirdi. Onlar digər bizim bu günlərin tərbiyəsizlik kimi baxdığımız məsələlərə onlar deyək ki, kişilik məktəbi olaraq baxırdılar. Yəni bu belə bir dövrdə Peyğəmbərimizdə bunu müşahidə edirik. Və ondan sonra Peyğəmbərimizə Peyğəmbərlik veriləndən sonra, İslam dini yayandan sonra bəzi insanlar gəlib Peyğəmbərimizin xanımından, hətta Həzrət Ayşədən soruşurdular ki, Peyğəmbərimizin əxlaqı necə idi? Onun soruşduğu belə bir sual var. Siz Quran oxumursunuzmu? Yəni, Quran Peyğəmbərin əxlaqı idi. Ona görə Peyğəmbərimiz də öz hədislərində, sözlərindən birində buyurur ki, din əxlaqdır. Yəni, başqa bir hədisində də buyurur ki, sizin ən gözəl, imanlı olanınız, ən gözəl əxlaqa sahib olanınızdır. Və Quran-ı Kərimin Əhzab surəsinin 21-ci ayəsində də Allah buyurur, Allah Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün ən gözəl nümunədir. Yəni, biz nümunə olaraq ona görə əxlaq məsələlərində və yaxud da digər məsələlərdə həmişə Peyğəmbərimiz Həzrəti Muhammədi və yaxud da digər Peyğəmbərləri götürməliyik. Məsələn, Quran-ı Kərimdə bildiyimiz kimi 28 Peyğəmbərin adı qeyd edilir. Üçünün Peyğəmbər olub olmadığı şübhəli olan bir məqamdır. Amma bununla yanaşı hər bir Peyğəmbərin qissəsi Onun haqqında daha çox söhbət edək. Baxın, cəmiyyətin sağlam ruhda tərbiyə olunmasında, sağlam ruhda yaşamasında, ümumiyyətlə sağlam bir cəmiyyətin formalaşmasında milli, mənəvi və dini əxlaqi dəyərlərin nə cür müsbət rolu ola bilər? Bu mövzunu xahiş edirəm açıqlayaq. Ümumiyyətlə, əxlaq deyiləndə biz bu sözün kökünə baxdığımız zaman görürük ki, burada xulq, yəni yaradılış mənası var. Yəni, insan yaradılışdan etibarən əxlaqlıdır. Sadəcə olaraq müəyyən dövrlər keçdikdən sonra psixoloqlarına qeyd elədiyi kimi, insan 3 mühitdə formalaşır. Bir ailədə, bir ətraf mühitdə və yaxud da genetik olaraq gələn deyək ki, onlarda bəzi xüsusiyyətlər mövcud olur. Əgər bu günlərin biz dövlətin təməli olan ailədə həmin o güclü fərdi yetişdirə bilsək, gözəl əxlaq verə bilsək, onda güclü millətlər formalaşacaq. Güclü millətlər olanda dövlətimiz güclənəcək. Dövlətimiz isə güclü olanda artıq öz nüfuzu beynəlxalq arenada gözəl sözü olacaq. Yəni ona görə burada hər bir məsələ fərdin ailə üzərində, ailənin cəmiyyət üzərindəki təsirindən söhbət gedə bilər. Ona görə də Peyğəmbərimizin biz həyatına baxdığımız zaman görürük ki, Peyğəmbərimiz özü Peyğəmbərlik verilməmişdən əvvəl belə Muhammedul Əmin adlandırırdılar. Yəni güvənilən, etibarlı Muhammed. Bunu adlandıran elə bir cəmiyyət idi ki, həmin cəmiyyətdə deyək ki, bizim hal-hazırda belə əxlaqsızlıq olaraq qələmə verdiyimiz məsələlər onlarda yüksək dəyərlər olaraq qəbul edilirdi. Onlar digər bizim bu günlərin tərbiyəsizlik kimi baxdığımız məsələlərə onlar deyək ki, kişilik məktəbi olaraq baxırdılar. Yəni bu belə bir dövrdə Peyğəmbərimizdə bunu müşahidə edirik. Və ondan sonra Peyğəmbərimizə Peyğəmbərlik veriləndən sonra, İslam dini yayandan sonra bəzi insanlar gəlib Peyğəmbərimizin xanımından, hətta Həzrət Ayşədən soruşurdular ki, Peyğəmbərimizin əxlaqı necə idi? Onun soruşduğu belə bir sual var. Siz Quran oxumursunuzmu? Yəni, Quran Peyğəmbərin əxlaqı idi.
Ona görə peyğəmbərimiz də öz hədislərində sözlər Həyatı boyunca demək olar ki, qeyri-mümkündür. Bəli. Yəni əxlaq dəyişilməz. İnsan nə cür doğulubsa, yəni Allah Taala onun üçün hansı qəza və qədəri yazıbsa, o da o əxlaqla, o cür mənəviyyatla yaşayacaq. Yəni əxlaqlı insan elə doğulandan əxlaqlıdır, ölənə kimi, əxlaqsız insan da həmçinin o cür. Bax, İslamda ümumiyyətlə üstünlük təşkil edən fikir nə cürdür? Bütün İslam alimləri bununla razılaşırlarmı? Bilirsiniz, bununla bağlı həqiqətən peyğəmbərimizin də bir hədisi var, xasiyyətin dəyişməsi ilə bağlı. Amma məsələ nədir? Ola bilsin ki, bir insanın xarakteri dəyişmir. Sadəcə olaraq həmin xarakteri, həmin xasiyyəti, həmin deyək ki, o əhval-ruhiyyəni, davranışı düzgün istiqamətləndirmək lazımdır. Düzgün istiqamətləndirmək deyimiz zaman, məsələn deyək ki, Peyğəmbərimizin dövründə müsəlman olmamışdan əvvəl diri-diri öz qızını torpağa bəsdiran insan İslam dinini qəbul edəndən sonra biz artıq onun adının qarşısına Həzrət sözünü işlədirik. Adının sonuna radiyallahu anh, Allah ondan razı olsun sözünü işlədirik. Yəni İslam dini onları daha bir fərqli məcraya çəkdi. Onların deyək ki, istiqamətini düzgün yöndə formalaşdırdı. Ona görə burada hər bir insanın birinci aldığı əxlaq deyək ki, ailədə olan əxlaqı sonra gənc istəyir ki, o gənc ətrafındakı insanlarla paylaşsın. O zaman artıq ətrafa özünü qəbul elətdirməyə çalışır. Bunu elədiyi zaman, doğru şəkildə elədiyi zaman, həmin o oturub durduğu insanlar doğru olduğu zaman, bəli, bunun artıq qəlibləşmiş, formalaşmış öz deyək ki, əxlaq dəyərləri olur, milli mənəvi dəyərləri olur. Bunu hara göndərsəniz, hər hansı bir yerdə olsa, bu yenə də özünün bütün həyatını həmin o dəyərlərlə müqayisə eləyəcək və bir qərara gələcək. Ona görə bu, bəli, doğru fikirdir. İbn Xaldunun da bir sözü var, bilirsiniz ki, ən böyük sosioloqlardan biridir. İnsan ictimai varlıqdır. Yəni, İslam dini insanı heç bir zaman tərk-i dünya olmağa, tək yaşamağa, ictimaiyyətdən, cəmiyyətdən kənar olmağa icazə vermir. Peyğəmbərimiz də həmin o gənclərdən düzgün şəkildə istiqamətləndirib və onlardan düzgün şəkildə bəhrələnib. Baxın, sizə misallar deyim konkret olaraq. Peyğəmbərimizin dövründə, məsələn, elə ilk İslam dinini qəbul edən gənclərdən birincisi Həzrət Əli. Bu, elə bir dövrdə İslam dinini qəbul edir ki, yəni orada özü artıq qərar verir sonraki dövrlərdə ki, mənə Allah yaradıbsa, mən öz buna uyğun hərəkətimi qoyacam və o Peyğəmbərdən götürdüyü əxlaqı davam elətdirir. Təsəvvür edin, bir insan üçün vacib olan həyat, belə əhəmiyyətli olan bir həyatını, canını Peyğəmbərimiz Məkkə şəhərinə, Mədinə şəhərinə hicrət eləyərkən onun yerinə yatmaqla özünün bir növ fəda eləyir, ölmə tərk eləyir. Məsələn, götürək Səd bin Əbi Vaqqası. Peyğəmbər Uhud döyüşündə ona heç bir ox dəyməməsin deyə, ona deyək ki, vurulmasın deyə özünü sipər eləyir, onun qarşısında qalxan eləyir.